Salam, hər vaxtınız xeyir. Gəlin bugün birlikdə çox maraqlı bir hekayəyə səyahət edək. Söhbət təxminən 2 milyard insanın həyatını toxunan bir hekayədən gedir. Görəsən, səhranın ortasında yaranan bir inanc bütün dünyaya necə yayıldı, sivilizasiyaları necə ayağa qaldırdı və bugünümüzü necə formalaşdırdı? Bəli, bugün biz İslamın hekayəsinə nəzər salacağıq. Deməli, yol xəritəmiz belədir. Əvvəlcə bir elçinin ilk mesajından başlayacağıq. Sonra elmin və sənətin çiçəkləndiyi o məşhur qızıl dövrə baş çəkəcəyik. Oradan imperiyaların toqquşmasına, müasir dünyanın sınaqlarına keçid alacağıq. Və sonda görək bugün bu qlobal icma necə bir mənzərə yaradır. Hazırsınızsa, başlayaq. Hər şeydən öncə istəyirəm bu dərin fikrə bir anlıq diqqət yetirək. Bu sadəcə gözəl səslənən bir cümlə deyil, əslində İslamın özündə dayanan bir fəlsəfənin ifadəsidir. Yəni, yaradılışda, sənətdə, hətta əxlaqda belə gözəlliyi axtarmaq. Bax, bu fikir, bütün bu izahımız boyunca bizim üçün bir növ bələdçi olacaq. Yaxşı, bəs İslam sözünün özü nə deməkdir? Mənası nədir? Bu sadəcə bir ad deyil, əslində bir fəlsəfədir. Sözün kökündə təslim olmaq, yəni insanın özünü, öz iradəsini, yaradanın iradəsinə həvalə etməsi dayanır. Bütün inanc sistemi əslində bax bu təməl üzərində qurulub. İndi gəlin zamanda geriyə gedək. Hər şeyin başladığı o ilk ana. Birinci dayanacağımız bizi bir elçinin hekayəsinə və bütün dünyanı dəyişdirən o məktuba, yəni Quranın nazil olmasına aparacaq. Bir anlıq gözlərinizi bağlayın və 7-ci əsr Ərəbistanını təsəvvür etməyə çalışın. Hə, bu dövrü cahiliyyə dövrü adlandırırlar çünki qəbilə savaşları, sosial gərginliklər çox idi. Amma məsələnin digər tərəfi də var. Bura həm də ədviyyat, ipək daşıyan böyük karvan yollarının kəsişmə nöqtəsi idi. Yəni, fərqli-fərqli inancların, ideyaların bir-birinə qarışdığı bir yer idi. Bax, İslam məhz belə bir dinamik, amma eyni zamanda da gərgin bir mühitdə ortaya çıxdı. Və bax, elə bu mühitdə Məhəmməd adlı bir tacir şəhərin səs-küyündən uzaqlaşıb Hira mağarasında düşüncələrə dalır və orada elə bir vəhiylə üzləşir ki, bu təkcə onun yox, bütün bəşəriyyətin gələcəyini dəyişdirir. Bu an əslində İslamın doğulduğu andır. Bu təcrübənin nə qədər dərin, nə qədər sarsıdıcı olduğunu təsəvvür etmək üçün elə Peyğəmbərin öz sözlərinə qulaq asaq. Bu stat hər şeyi deyir, deyilmi? Yəni, bu vəhilər sadəcə qulağa gələn sözlər olmayıb, inanılmaz dərəcədə güclü, ruhu sarsıdan bir mənəvi təcrübə olub. Bax, bu sarsıdıcı mənəvi təcrübələrdən təkcə bir din yaranmadı, həm də bütöv bir sivilizasiya doğuldu. İndi gəlin görək, bu yeni inanc bəşər tarixinin ən parlaq dövrlərindən birini, İslamın qızıl dövrünü necə alovlandırdı? Sadəcə təsəvvür edin. Söhbət təxminən 8 əsrlik bir dövrdən gedir. Eyni vaxtda Avropa, necə deyərlər, qaranlıq əsrlərini yaşayırdı, amma müsəlman dünyası ora elmin, fəlsəfənin, sənətin inanılmaz bir yüksəlişinə şahidlik edirdi. Həqiqətən də tarixin ən parlaq dövrlərindən biri idi bu. Bütün bu inkişafın ürəyi isə yeni qurulan Bağdad şəhəri idi. Amma Bağdad, yəni sadəcə bir paytaxt deyildi. Gəlin baxaq, burada Hikmət evi deyilən bir mərkəz yaradıldı. Bura əsli maqnit kimi dünyanın dörd bir yanından alimləri özünə çəkirdi. Nə baş verirdi orada? Qədim Yunan əsərləri tərcümə olunur, unudulmaqdan xilas edilir və ən əsası yeni kəşflər üçün bir təməl yaradılırdı. Bax, elə bunun nəticəsidir ki, İbn Əl-Heysəm kimi alimlər optikanı, Ər-Razi isə bugünkü tibbin təməllərini qoyurdu. Yaxşı, bəs bütün bunların bugünə nə dəxli var? Deyə bilərsiniz ki, bu qədim tarixdir, amma əsas məqamda elə budur. Əgər bugün məktəbdə cəbir dərsini keçiriksə, xəstəxanalarımız varsa, hətta bir kameranın necə işlədiyini bilməyimiz, bunların hamısı birbaşa İslamın qızıl dövrünün alimlərinə gedib çıxır. Yəni onların irsi bugün bizim həyatımızda hələ də yaşayır. Amma bilirsiniz, heç bir hekayə sırf yüksəlişdən ibarət olmur. İndi gəlin, işin biraz daha mürəkkəb tərəfinə keçək. Söhbət İslam dünyasını həm içəridən, həm də çöldən formalaşdıran o böyük toqquşmalardan, o qarşıdurmalardan gedir. İslam dünyasındakı bəlkə də ən dərin bölünmə elə Peyğəmbərin vəfatından dərhal sonra başladı. Sual bu idi, ondan sonra lider kim olmalıdır?
Bax, bu sual üstündə fikir ayrılığı yarandı. Bir tərəf, yəni sünnilər, dedilər ki, lideri icma özü seçməlidir. Digər tərəf, şiələr isə inanırdılar ki, liderlik Peyğəmbərin öz ailəsində, kürəkəni Əli vasitəsilə davam etməlidir. Bax, bu fikir ayrılığı İslamın iki əsas qolunu yaratdı və bu günə qədər də təsirini saxlayır. Daxildə bu bölünmələr gedərkən, İslam dünyası çöldən də çox böyük bir təhlükə ilə üz-üzə qaldı. 11-ci əsrin sonlarında Papa II. Urbanın bir çağırışı ilə səlib yürüşləri başladı. Bu, az-çox 2 əsr davam edən, hər iki tərəfdə dəhşətli izlər buraxan qanlı bir müharibələr silsiləsi deməkdir. Amma tarix həmişə belədir, çox qəribədir. Hekayə heç vaxt ağ-qara olmur. Baxın, bir yanda qılınclar toqquşur, amma eyni zamanda karvanlar yoluna davam edir, ticarət gedir, hətta alimlər arasında kitab mübadiləsi olurdu. Ən ironik olanı nədir bilirsinizmi? Məhz bu qanlı səlib yürüşləri İslamın qızıl dövründəki o möhtəşəm biliklərin Avropaya daşınmasını daha da sürətləndirdi. Qəribədir, deyilmi? İndi isə gəlin zaman maşınına minib, birbaşa müasir dövrə uçaq. Bu fəsildə İslam dünyasının tamam başqa sınaqlarla üzləşdiyini görəcəyik. Müstəmləkəçilik, sənayeləşmə, qloballaşma. Bu güclü təsirlər altında öz kimliyini tapmaq mübarizəsi necə getdi? Gəlin baxaq. Deməli, 19-cu əsrin ortalarına gəldikdə mənzərə buydu. İslam dünyasının böyük bir hissəsi Avropa dövlətlərinin nəzarəti altındadır. Bu vəziyyət təbii ki, müsəlman cəmiyyətlərində böyük bir çalxalanma yaratdı. Biz kimik? Nə etməliyik? Suallar ortaya çıxdı. Və iki fərqli yol göründü. Bəziləri dedilər ki, qərbə bənzəməliyik, bəziləri isə tam əksinə, öz İslami köklərimizə qayıtmalıyıq. Bütün bu dəyişikliklərin, bu müzakirələrin ortasında ən həssas mövzulardan biri də qadınların cəmiyyətdəki yeri idi. Yaxşı, gəlin bir sual verək. Müsəlman cəmiyyətlərində qadınların imkanlarını, onların gələcəyini əslində nə müəyyən edir? Fikirlər, şərhlər çoxdur. Amma gəlin biz bir anlıq onları kənara qoyaq və sırf rəqəmlərə baxaq. Görək rəqəmlər nə deyir. Və rəqəmlər həqiqətən də çox aydın bir mənzərə yaradır. Pew Araşdırma Mərkəzinin məlumatlarıdır bu. Gəlin birlikdə baxaq. Məsələ heç dində deyilmiş, əsas amil ölkənin iqtisadi vəziyyəti imiş. Baxın bu iki hündür sütuna. Biri varlı müsəlman ölkəsi, digəri varlı qərb ölkəsi. Qadınların təhsil səviyyəsi demək olar ki, eynidir. Amma kasıb müsəlman ölkəsinə baxanda rəqəm kəskin şəkildə aşağı düşür. Deməli, əsas məsələ dindən çox iqtisadiyyatdır. Bütün bu tarixi səyahətdən sonra gəlin indi, necə deyərlər, böyük mənzərəyə baxaq. Kameranı geri çəkək və bugünə fokuslanaq. Hekayəmizin son fəsli bizi ümmət adlanan o nəhəng, o rəngarəng qlobal icma ilə tanış edəcək. Bax, bu qlobal icma, yəni ümmət anlayışının təməlində nə dayanır? Elə Peyğəmbərin bu məşhur sözləri dayanır, yəni irqin, rəngin, millətin heç bir fərqi yoxdur, üstünlük yalnız yaxşı əməllərdədir. Bütün qlobal icma ideyası məhz bu bərabərlik prinsipi üzərində qurulub. Və bu qlobal icma deyəndə ağla gələn ilk səhv təsəvvür nədir? Bütün müsəlmanlar ərəbdir. Bax, bu diaqram o stereotipi tamamilə darmadağın edir. Diqqətlə baxın. Ərəblər dünya müsəlmanlarının heç də böyük hissəsi deyil, əksinə kiçik bir hissəsidir. Hətta bir fakt deyim, dünyanın ən çox müsəlman yaşayan ölkəsi Yaxın Şərqdə filan deyil, Cənub-Şərqi Asiyadadır, İndoneziyadır. Və bu qloballaşma artıq hər yerdə özünü göstərir. Təkcə bu rəqəmə bir baxın. 44 milyon. Bilirsiniz bu nədir? Bu təkcə və təkcə Avropada yaşayan müsəlmanların təxmini sayıdır. Yəni bu artıq İslamın coğrafi sərhədləri, mədəni bariyerləri tamamilə aşdığını və həqiqətən də qlobal bir inanca çevrildiyini göstərən ən bariz sübutdur. Beləliklə, səhranın ortasındakı bir mağarada başlayan hekayə, bugün təxminən 2 milyard insanın həyatına toxunan nəhəng bir qlobal hərəkata çevrilib. Bu qədər uzun, bu qədər mürəkkəb bir tarixdən sonra adamı düşündürən bir sual var. Bəs İslamın növbəti fəslini kim yazacaq və o fəsil nədən bəhs edəcək? Bax, bu elə bir sualdır ki, cavabı elə bu an biz danışarkən yazılır. Diqqətiniz üçün təşəkkür edirəm.